Salam dəyərli izləyicilər, bugün mən sizinlə 6-cı sinif Rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 71-ci səhifəsindəki çalışmaları yerinə yetirəcəyik. Yeni mövzu öyrənəcəyik. Feilin zamana və şəxsə görə dəyişməsidir mövzumuz. Mövzuya keçməzdən öncə istəyərdim ki, A tapşırığına baxaq. A tapşırığında bizə şərtdə deyir, cümlədəki feilləri seçin və uyğunluğu müəyyən edin. Biz burada ilk öncə baxırıq. Leyla rəfiqəsi ilə parkda görüşdü. Eyvanın qapısını sənin üçün aralı qoyaram. Uşaqlar artıq xor dərslərinə getmirlər. Aha, indi gəlin burada zamanlara baxaq. Bizə qarşıda isə ABC'də indiki zaman 3-cü şəxsin cəmi, keçmiş zaman 3-cü şəxsin təki, gələcək zaman 1-ci şəxsin təki. Bunlar nə anlama gəlir? Burada verilən hərəkətlər, görüşdü, qoyaram, getmirlər sözləri vardır ki, biz bunlardakı həm zamanı tapmalıyıq, həm də hansı şəxsə aid olunur. Şəxs dediyimiz şəxs əvəzliklərinə aidliyini biləcəyik. Şəxs əvəzlikləri hansılar idi? Mən, sən, o, biz, siz, onlar. Mən, sən, o təkdə, biz, siz, onlar isə şəxs əvəzliklərinin cəm şəklində göstərilməsidir. İndi gəlirik. Leyla görüşdü. Deməli, şəxsi ilk öncə tapırıq. Leyla, 3-cü şəxsin təki, keçmiş zamanda. Nə zaman görüşdü? Keçmiş. Deməli, ilk öncə Leyla birinci cümləmiz uyğun gələcəkdir bizdə B variantına. B. Daha sonra uşaqlar keçirik. B. İkinci cümləmizə eyvanın qapısını sənin üçün aralı qoyaram. Qoyaram kim? Mən. Mən kimdir? Birinci şəxsin təki. Və qoyaram. Nə zaman? Gələcək üçün qoyacaq. Ona görə ikinci cavabımıza uyğun gəlir C variantı. Üçüncüdə isə uşaqlar artıq xor dərslərinə getmirlər. Onlar getmirlər kimi götürəcəyi isə olacaqdır. Üçüncü şəxsin cəmi və bura uyğun gələcəkdir. A variantı. Uyğunluğu müəyyən etdik. Burada biz gördük ki, feillər həm zaman bildirdi, görüşdü keçmişdə, qoyaram gələcəkdə, getmirlər. Hal-hazırda getmirlər. Bu isə indiki zamanı bildirir. Gəlin baxaq, feilin zamana görə dəyişməsi. İşin hansı zamanda baş verdiyini bildirmək üçün feilə müxtəlif şəkilçilər artırılır. Hərəkətin zamanı, feilin 3 zamanı var. İndiki, keçmiş, gələcək zaman. Şəkilçiləri ır, ir, ur, ür. Keçmiş zamanda dı, di, du, dü, mış, miş, muş, müş, ıb, ib, ub, üb. Gələcək zamanda acaq, əcək, ar, ər. Gəlin nümunələrə baxaq. İndiki zamanda yazır, donur, bilir, görür. Keçmiş zamanda yazdı, yazmışdır, yazıb. Gələcək zamanda yazacaq, görəcək, yazar, görər kimi verilmişdir. Burada biz zamanda həqiqətən də hərəkətin hansı zamanda olduğunu müşahidə etdik. B tapşırığına diqqət yetirək. Burada cümlədəki feilləri seçib zamana görə qruplaşdırın. Aha, gəlin burada zamanı oxuyaq. Axşamüstü çayın kənarına tərəf gedirik. Getdik. Nə zaman getdik? Təbii ki, getmişik artıq. Keçmiş zamanda olduğuna görə bunu aid edirik keçmiş zamana. Bu məqbərə 3 il bundan əvvəl tikilmişdi. Deməli, tikilib bitib. Bu da keçmiş zamandadır. Gənc memar yeni layihəsini müsabiqəyə təqdim edəcək. Deməli, hal-hazırda təqdim etməyibdir. Gələcəkdə. Bu hərəkət isə gələcəkdə baş verəcəkdir. Məsələni başqa üsulla həll edərsən. Nə zaman? Gələcək üçün. Baxın, hərəkət baş verməyibdir. Hərəkət bundan sonra, indiki vaxtdan sonra baş verəcəksə, bu olur gələcək zaman. Əskərlər hərbi parada hazırlaşırlar. Nə zaman hazırlaşırlar? Baxırıq ki, hal-hazırda, bəli, indiki zamanda hərbiçilər, əskərlər hərbi parada hazırlaşırlar. Belə dostlar, tapşırıqları qeyd etdim. Axşamüstü birinci cümlə getdik keçmiş zamanda, tikilmişdi keçmiş zaman, təqdim edəcək gələcək, həll edərsən gələcək zaman, hazırlaşırlar indiki zamanda baş verən hadisələri
göstərmiş olduq. İndi feilin şəxsə görə dəyişməsinə danışaq. Feillər şəxsə görə də dəyişir və indiyə kimi biz zamana görə dəyişdik, indi isə feil şəxsə görə dəyişir. Hərəkətin hansı şəxs tərəfindən icra olunduğunu bildirmək üçün feillərə şəxs şəkilçiləri artırılır. Şəxs şəkilçiləri sözə zaman şəkilçilərindən sonra artırılır. Bilirəm, gəzdim, gələcəksən, yazarsınız, gördülər, güldük. Gördüyünüz kimi, baxın, burada göy rəngdə verilmiş şəxs şəkilçiləri zaman şəkilçilərindən sonra sözə artırılmışdır. Gəlin C tapşırığına diqqət edək. Cümlələrdə feillərin zamanını və hansı şəxsə aid olduğunu müəyyən edin. Tarixi abidələrin bir çoxu arxeoloji qazıntılar nəticəsində tapılmışdı. Burada necə göstəririk? Tapılmışdırsa, keçmiş zamanda olur. Nə? Arxeoloji qazıntılar. Deməli, burada olacaq üçüncü şəxsin təki və keçmiş zamanda. O, səxavətli olduğu üçün hamıya əl tutur. Burada isə o kim? Bu oldu üçüncü şəxsin təki və zaman isə indi, əl tutur, indiki zamanda. Uşaqlar, Bakı kəndlərinə ekskursiya təşkil edəcəyik. Diqqət edin, kim təşkil edir ekskursiyanı? Biz təşkil edəcəyik. Biz oldu birinci şəxsin cəmi və zaman olaraq olur gələcək zamanda. Araşdırmaları kitabxanada davam etdirərsən. Kim? Sən davam etdirərsən. Deməli, səndirsə ikinci şəxsin təki və zamanı gələcək zamanda olacaq. 5-ci, İbn Sina haqqında bir neçə rəvayət oxumuşam. Kim oxuyub? Mən. Mən şəxs əvəzliyi birinci şəxsin təkidir. Oxumuşam, artıq bu keçmiş zamanda oxuyub bitirdiyim bildirir. Belə dostlar, indi qeyd edirəm. Deməli, yazıları bu formada qeyd etdim. Birincidə tarixi abidələr arxeoloji qazıntılar nəticəsində tapılmışdı keçmiş zaman üçüncü şəxsin təki. İkinci cümlədə o səxavətli olduğu üçün hamıya əl tutur. İndiki zaman birinci şəxsin təki. Uşaqlar, Bakı kəndlərinə ekskursiyaya gedəcəyik. Olacaqdır. Bu niyə gəldi? Gedəcək. Bu oldu gələcək zaman birinci şəxsin cəmi. Araşdırmaları kitabxanada davam etdirərsən gələcək zamanda ikinci şəxsin təki səndir. İbn Sina haqqında bir neçə rəvayət oxumuşam. Keçmiş zamanda birinci şəxsin təki kimi qeyd etdik. Gəlin Ç tapşırığına baxaq. Dəyərli izləyicilər, burada verilən nümunələrə əsasən necə ki, gülmək feili vermişdi, uşaqlar səs-səsə verib güldülər. Mən yalnız yer az olduğuna görə burada mən yalnız feilləri dəyişdirə bildim. Artırmaq indiki zamanda üçüncü şəxsin təki o artırır. Düşünmək, keçmiş zaman ikinci şəxsin cəmi sizə müraciət olunanda düşündünüz, düşünübsünüz, düşünmüşsünüz. Hamısı keçmiş zamanda işlənib. Bəyənmək, gələcək zamanda birinci şəxsin təki mən şəxsinə verilibdir. Mən bəyənəcəyəm, mən bəyənərəm kimi gedir, yəni dəyişir. Dəyişmək indiki zaman ikinci şəxsin təki sən kimidir. Sən dəyişirsən. Tanınmaq, keçmiş zaman birinci şəxsin cəmi bizdir. Biz tanınmışıq, biz tanındıq. Hər ikisi keçmiş zamandadır. Tutmaq, gələcək zaman üçüncü şəxsin təki o tutar, o tutacaq kimi izah olunur. Cümlə qurmaq isə sizin öhdənizə buraxıram. Yəni, özünüz üçün maraqlı cümlələr düşünüb yazacağınızı ümid edirəm və cümlələrinizi mənlə də paylaşa bilərsiniz. Bugünlük bu qədər. Gələn növbəti dərs izahında görüşərik. Hər kəsə uğurlar.